İslamda boşanmaq necə olur və boşandıqdan sonra geri qaytarmaq necə olur? Ər öz qadınına deyir ki, vallahi səndən boşandım. Qəzəb halında yox. Hansı ki, o qəzəb ki, nə gəldi deyirsən, o sayılmır ha. Amma bilirsən nə danışsan, hə? Hələ deyirsən. Əgər ağlın yerindədir, bilirsən nə danışsan, deməli, o talaq sayılır. Birdən sonra fikrim dəyişsə, təzə kəbin eləməliyəm, yoxsa yox. Hə, o baxır, sən qadına talaq deyəndən sonra iddə müddəti başlayır. Hətta indi də bu qanunlarda gedirsən ZAKS-a, boşanmaqsan, tələbə verəndə sənə 3 ay vaxt verirlər. Görürsən, şəriətdən götürürlər. Deyirlər, get fikirləş, 3 ay. Şəriətdən götürürlər. Lakin şəriətdə necədir? Şəriətdə 3 ay deyil əslində. Şəriətdə 3 aylıqdır qadının heyzi. 3 ay o qadında olur ki, heyzdən bitib. Heyzi yoxdur, onda 3 aydır. Amma heyzdə olan qadın onda 3 heyzdir. 3 heyz müddətində qaytara bilərsən. Onda kəbirsizdir. Amma bir dənə talaq getdi, ya zapazda 2 dənə qalıb. Yaxşı, birdən 3 heyzdən sonra məsələn 5 ay keçib. Qaytarmaq istəyirəm, necə qaytaracam? Kəbinlə. 3-cü talaqda artıq qaytara bilməzsən. 3 heyzdən sonra qadın getdi. Qaytara bilərsən nə vaxtdır? Əgər o ərə getsə, yaşasa, ondan sonra, əgər o boşasa, ondan sonra deyə bilərsən ki, eşitdin ki, boşanıb. Gəlib deyə bilərsən ki, gəl kəbin eləyək. Ona görə talaq oyuncaq deyil ki, sən talaq verəndə sən fikirləş, onun aqibətin. Nə qədər talaq verənlər var, peşman olublar. Olmaz, ailə həyatı mühümdür, ailə dəyərləri böyükdür, mühümdür.